Misal üçün, qadında aylıq adət xəstəliyi bitib, amma qanın kəsilməməsi, daimi qan axması. Və ya daimi deyir, uşaq hamilə qalır, uşaq düşür. Və ya da misal üçün, qadın hamilə deyir, amma deyir ki, rəhim şişib, qarın şişib. Subhanallah. Hiss edirsən, qarnında nəsə gəzir. Bunu qadınlar çox deyirlər. Sanki de qarnında nəsə oynayır, gəzir deyir. Bu əlamətlərdir. La havlə və la quvvətə illə billah zikri cadının düşmənidir. Həm qoruyur, həm də darmadağın eləyir. İnsan var deyir ki, qızımı gəlirdilər görməyə, Quran hafiz qız, gözəl qız, 30-40-dan yaxın adam gəlir görməyə, görürlər, deyirlər, nəsə var, gəlmirlər evlənməyə. Ən son deyir, atası danışır, öz qohumum gəldi deyir, tanışmama baxmağa, baxdı. Dedim ki, deyib, qızda bir eyib gördün, dedi, ey əmi, yox, sanki nəsə mani olur deyir. Subhanallah. Yoldaşıma dedim ki, deyir, bunun yolu ancaq zikirdir. Nədir? Səhərə qədər la havlə və la quvvətə illə billah dilindən düşürməyəcək. Gecənin yarısını mən, yarısını sən. Ancaq Allah'a sığınmaq. Nə deməkdir? La havlə və la quvvətə illə billah. Yəni, Allahım, acizəm. Sənin güc qüdrətindən başqa güc yox. Yəni, deməksən, sən acizəm, zəifəm, sənə möhtacam hər bir işində. Deyir, səhərə qədər dilimizdən düşürmədi. La havlə və la quvvətə illə billah. Səhərə yaxın deyir, kişi danışır, yuxu gördüm ki, filan ağacın dibində bastırıblar. Həmən ağacın dibində yeyib seyri tapdıq deyir.